بسم الله الرحمن الرحیم و هو خیر ناصر و معین عجل الله تعالی فرجه الشریف و فی ابنة رسول الله لی اسوة حسنه. Dünyada hər moğa istərlər bir dənə yaxşı tərhicr eləyərlər, istərlər bir gözəl bir bərnamə icra ola, ona bir dənə olgu verərlər. Olgu olmasa əslən xəyyat bir dənə koşal var tikənməz. Gərək olgu ola, o olgunun üzü ilə eləyə bilər behtərin ətsam, behtərin libaslar tərrah ola. Allah müteal istəyib zindəcanlıqlara bərnamə verə, bərnaməyi kamil və binəqs Xanım Fatıma Zəhranı iraə verib ki, İmam-ı Zaman ağa buyurur, kulli bəşəriyyət və dünya biz əimməni özlərinə olgu qərar verərlər. الگوی من شما زندگی ابی عبدالله، الگوی من شما زندگی خانم زینب، زندگی امام صادق. ولی امام زمان آقا buyurur, من امام zamanın olguy zindگانlığı nənəm Fatıma Zəhradır. Yəni istəyir deyə xanım Fatıma Zəhranın vücudu dünyaya bir zəruri bir zadıdır. Ki İmam rəhmətullah aleyh buyurdu ki, xanım Fatıma Zəhra cami'ül ətraf və olgu bəray müsəlmanlardır. Məqam məzzəm rəhbəri buyurdu, bəşəriyyət yekca mərhun Fatıma Zəhra salamullah aleyhadır. Hər işareyi xanım Zəhra gərək zindəcanlıqlarda sərməşq ola. Bir adam vaqa Fatıma yaşasa Fatıma ölər, Hüseyni yaşasa Hüseyni ölər. Sərdar Süleymani əgər sən istəyəsən inqilabda bir dənə nümunə görsədəsən, fərd enqilabi, xanəvadə enqilabi, məsul enqilabi, day gedib o xavəri oğrunu misal vuranmasan, hər yerdə denən ağa Sərdar Süleymani bir dənə mücəssəməyi tamam edalət xahicə örgəş denən bu adam Fatıma yaşadı, Hüseyni yaşadı və Hüseyni də dünyadan getdi. Hamı da ağladılar. Əzən vardı bir kəs ağlamaya? Yox. Niyə hamı ağladılar Sərdar Süleymanı şəhid olanda? Çox sərdarlar ölüb. Çoxlar böyük alimlər dünyadan gedib, hamı ağlamayıblar ona. Nəcür olub Sərdar Süleymanı dünyadan gedəndə şəhid olanda hamı ağlayırlar. Səğir o kəbir ağlayırlar, uşaq ağlayır. Hətta o bisəvad nənə ki, çox uzaq kətlərdədir, o da vurur başına ağlayır. Niyə hamı ağladılar Sərdar Süleymanıya? Əsə sualdır da, niyə hamı ağladılar? Bir fəqət Aşurada hamı ağladılar, görübsünüz, hamı bila istisna. Çox adam dədəsini ağlamayıb, Aşurada ağlayıb. Nənəsini ağlamayıb, Aşurada ağlayıb. Niyə? Çün Aşurada İmam-ı Zaman ağlar. İmam ağlayanda, məsum ağlayanda kullu kainat ağlarlar. Mən deyirəm Sərdar Süleymaniyə xudi İmam-ı Zaman ağladı. Onun ağlamağına hamı ağladılar. Nə bir gün, günlər ağladılar. Dalbadal bu Sərdarı ba iftixarı məmləkətimizə ki, vücudu bərəkətidir. Şəhadəti yap bərəkətli oldu. Bəd əz geraniyə benzin məmləkət az qalmışdı dəyə bir-birinə. Vəli bu şəhidin şəhadəti hamısını cəmnədi bir yerə. İttihad-ı milli yarattı. İzzət-i milli yarattı. Dünyada görsətdilər baba, biz Amerikan qabağında durduq, heç qələt eləyə bilmədi. Bədə cəngi cəhaniyə dovvum, əvvəlin nəfərdi İran ki, payqahay Amerika həmlə elibdi. Yəni Amerikanı durəsür, itinə bir nəfər çəp baxanmazdı. Amma bozorgtərin payqa Eynül Əsədi gördüm, vurdular, Eynül Himar elədilər. Əsəd yəni şir, himar yəni xər. Və belə də hartı vurdularına baxma, biz elə sacıyıq, belə kəsəcəyik. Onlar bizə heç iş görənməz, niyə üçün ölümdən qorxurlar? Biz ölümdən qorxmuruq. Bəs heç vaxt gəlib mənlə mübarizə rudərru eləyə bilməzlər. Çünki sabit olub, müsəlmana şəhadət var. Əlan Sərdar Süleymani şəhid olandan sonra nə qədər ruhiyyə şəhadət tələbi cavanlar da çoxalıb? Çət dərsə. Əlan işarə eləyə məqam məzzəm rəhbəri, yəni cibhələr cavandan dolar və izafədə gələn. Niyə? Bəray in ki, əlan mərdümün qanı coşa gəlib. Mərdüm bil ittifaq bildilər, Amerikadan bizə yoldaş çıxmaz. Nə əlan, iləl əbəd bunlar bizlə yoldaşçılıq edir. Niyə? Çünki onlar İmam Hüseyndən acıqlar gəlir, onlar dindən acıqlar gəlir. Onlar səndən məndən acıqları gəlmir ki, onlar bizim etiqadatımızdan yaralıdırlar. Onlar bizim Hüseynimizdən acıqları gəlir. Biz də ki, Ali Məhəmmədi ötürə bilmərik ilələbət. Yazın bizi doğruyarlar. Buyurur, pəs İmam-ı Zaman ağa buyurur, mənə olgu nənəm Fatıma Zəhradır. Əgər mən istəyirəm olgu bəray zindəgi götürəm, xanım Zəhra mənə olgu zindegidir.
Əhməd Xəlil Cümə, nevisəndə Əhl-i Sünnət deyir, mən bir dənə nevisəndiyəm, vəli əlaqəm var. Rəftarهای xanım Fatimə Zəhrani moşqla yazam güllərin yarpaqlarına. Yarpaqlar yerə dəyəndə bu ətri zindagi Fatimə Zəhra uça göylərə. Kanun xanəvadələr bu Zəhra verir. Düşmən görür bizə heç də şəhadətlə, bizi vurmaqla biz biraz da şişə kimini sındıqca biz borrəndətər olduq. Bizi xurd elədikcə biz xətərnaşlar olduq. Bizi nə tənha təhdid eləsələr, biz o belə də onlardan intiqamcılığımız gedəcəksə, nə edirlər? Bizim varid olublar kanunu xanəvadələrimizə. Xanəvadələr. Xanəvadə, əgər düz olmasa xanəvadə dağılar. Gəliblər bizim kanuni xanəvadəmizə hədəfə həmlə qərar veriblər. Ne eləyiblər? Əlan büyünlərin bu zamanda uşaq saxlamaq, cavan saxlamaq, qız saxlamaq, oğul saxlamaq, din saxlamaq, qəlyanın közü əlün içində ola, ondan çətindərdir. Bir dənə yelli havada, tufanı havada, bir dənə şəmi bu həyətdən o biri həyat aparmaqdan çətindərdir. İndi bəyəm uşağı kontrol eləyə bilərsən. İndi bəyəm xanəvadəni kontrol eləyə bilərsən. Xanəvadələr əlan mövrid hücume həmlihay biqanələrdirlər. Mütəəssifانə bir iddələrimiz elə qafil olmuşuq. Fəqət yemək, məsrəfgərai, israf. Danışsaydın deyərlər, Sərdar Süleymanı baba məmləkət əlindədir da. Məmləkət əlində o moblun üstə sən məmar vadımın başını kəsəsən oturmaz. Sadətərin zindigi. Salimtərin uşaqlar. Çox məsulumuz yaxçıdırlar. Məsul xub çox varımızdır. Amma xanəvadəyə yaxçı yoxumuzdur, azdır. Həmin məsulun görsə qızı fişar gətirir, dədə rüşvə alır. Oğul fişar gətirir, dədə oğurluq eləyir. Arvad fişar gətirib, ərc edib ayrı yollara. Çox vaxt, zamanı ki, Şəmşir Zübeyri gətdilər Məhzər-i Mövla, Əli ibn Əbi Talib Cəngi Cəməldə baxdı, ağladı. Bu günlərin mislində xanım Zəhranın qapısı yananda o adamlardan ki, Əlinin övündə şəmşir çəkib nərə çəkirdi, biri Zübeyirdi. 4-5 nəvərdilə bir də Zübeyir. Vaxtı Cəngi Cəməldə gətdilər şəmşiri, Zübeyri verdilər bedəstə Əmir-əl-Müminin, ağa baxdı, ağladı. Buyurdu, ey dünya, bu şəmşir ay xətərləri sovub Peyğəmbərin üzündən. Amma bu oğlu əmələ gələndən kişinin övün yıxdı. Əlan istəyirik biz düz yaşayacaq xanəvadəmiz düz ola. Mən düz olmanın faydası nədir? Mən yaxçıyam, mən vaxtı uşağım yaxçıdır, nə fayda? Çox vaxt xiyavanda görürsünüz, bir dənə mühəccəbə nənədir, yanında bir dənə bədhicab qız gedir. Adam baxır, görür, bəli, qərb, mımını muşəkinən vırıb, mını təktirəndazı, təhacimi fərhəngi vırıb, amma bizim xəbərimiz yok. Yaralıdır, gedir nənənin yanında. Heç vaxt nəniyə yaraşmır. Oğul dədiyə yaraşmır. Oğul dədi, kanun xanəvadələr dağıldı, heç görmək olmaz. İmam Zaman abri mənə nənəm Fatimə Zəhra در سال 1960 mahvarı ixtir oldu. 1960. Mahvara girdi, öğlənə oldu dəstgah soltəgəran ki, istədilər röb-i vəhşət sallalar övlərə. Əlan çoxları o gecə ki, muşəkinə vurmuşduq, Eynül Əsədi bir itdən maşınının başını doldurmuşdu, deyirdi, qaçacaq, day, Trump bizdə, day, Oğuza bizdə qoymayacaq qala. Niyə? Oturub mahvarən ayağında, qulağın tikibdi görə mən otu. BBC xalası, əmməcanısı, nə mənə deyir, bu da baxın. Çoxun benzinin doldurmuşdu ki, dədavayda Trump bizim səğir o kəbirimizə rəhm eləməyəcək. Gördü, heç qələt eləyənmədi, heç. Qorxusundan hənuz yaralıların da görsədənmir. Dərhali ki, yeki əz gozarişgərani Səhyonist və İsraili öz tuyutunda qoydu ki, 224 yaralını Tel Avivə gətiriblər, fori onu hək elədilər, bağladılar. 80 nəfərləri ölübdür. Amma neynədilər? Xal eləmişdi oranı. Xal eləməmişdi. 4000 nəfər adam var idi orada. Tarımar olublar. Ürzöz yoxdu, qorxuzdan deyələr, bizi belə vırdılar, dağıtdılar. İstəyirlər baykotu xəbər eləyərlər. Sənlə mən gərək inanmayaq. Sənlə mən əslən dedi, ağa, xali idi, becərro cəhənnəm vırmışıq xali yerə da. Amma həmin ki, vırmışıq ölələ, beniyyəti koşdən, həmin bizim hünərimizdir. Bu kafidir.
Biz sındırdık dünyada, xurd elədik qoyduq ora. Necə xanım Zeynəb Yəzidi sındırdı, dedi mübahat eyləmə, zalim bu əndazə zər o zurə, səni cəddin özü ilə bağrı lənət həml edib qurə, bizim iclalə şamildi, bəli çox ayə çox surə, baş əyməzsən kimin ümmül fəsada qəhrəman Zeynəb. Həmin ki dünyada vırdıq adlarını itirdilə kafidir. Həmin ki dünyalara çap baxanmırdı, biz vırdık çördük başlarına hər nə vardı kafidir. Kifayət elər. Heç də qoyun saxlayaydılar, deyib biləməz, adam yoxdur, qoyunudur. Biləqərə vırmışıq ya yox. Qoymuşuq qulağın dibindən ya yox. Elə bir dənə lotunu xiyavanda qulağının dibindən bir dənə taqqıldadıbsan, belə heç üzüm ağrımadı. Üzün ağrısı hesabda səni vırdılar xiyavanda. Biz belə Trump'ı vurmuşuq, dünyamına gülür. Əlan deyirlər baba, bunlar böt qoyub bizim başımıza. Gətiriblər samani, difai bizə satıblar kəlan pullara. 15 dənə muşəhdən bir dənəsi rədyab eləyə bilmədilər. Bəs gördülər baba, millətində başına bunlar böt qoyublar. Dünyanın başına böt qoyublar. Əgər biz bulan qabağına çıxmasaydıq, indi bundan belə hesab gəldi əllərinə. Odur Zəhrayı yaşayanın bəli dər o divar arasında qalar. Vilayət mədarı qoyarlar qapı ilə divar arasında. Möhsünü siktolar. Hüseynin öldürərlər doğrarlar. Əvvəlfəzinin qollarını kəsərlər. Amma onların ahi Yəzid intifaqını çövürər. Sərdar Süleymanının qanı məgər qoyar, bunlar da nəfəs çəkərlər. Sərdar dilha, sərdar məzlum, mal şəşləri zaman, saditərin zindəcanlığı bu kişi elədi, dünyadan getdi. Xoş hali və sənin kişi, hansı məsulumuz var, gedə bilən məraciyin yana, kəfənin apara, deyə ağa imzala denə, mən bundan yaxçılıqdan sonra ayrı bir zat görməmişim. Bəh, bəh. Gör bu insan nə ruhiyyədədir. Gör bu insan haranı görür. Gör bu insanın ofoq etdiyi nə qəd yuxarıdır. Nə qəd bu adam irfanda işləyibdir. Dünyamının gözündə bir xiyal. Gedir müştehidin yanına deyir, ay Cavad Yamil, imzala buranı qiyamətdə. Deyərsən ki, Sərdar Süleymanı yaxçı adamıdır. Seyid Həsən Nəsrullah, sən də imzala. Ayətullah Cəfər Subhanı, sən də imzala. Məraci, hamısı kəfənin imzalayıblar, kəfənin qoltuğunda dolandırır ki, mən imzalayın ki, məndən yaxçılıqdan sonra pislik görməyibsiniz. Bu adam bəli, eşq eləyir, İmam Zaman ağlar. İmam Zamanın pərçəmdarıydı. Əlan Şiə tənha paygah İmam Zamandır. Dünyada müqavimətin pərçəmdarıdır. Mütəəssifane allanmışıq mahvarələr öylərimizdir. Əlan bunu 33 yerlə cavan büyün əyyam-ı Fatimiyyədir, şəb-i şəhadəti, xanım Fatimiyyə, hər kəs bizim səsimizi sonra da eşidəcəklər. Bunlar çıxacaq fəzahay məcaziyə. Siz Allah, sizi o Kur'an, oturun bir fikir eləyin ki, ağa, dünyada 1 milyardı Çini danışan var. 800 milyon Fransəvi danışan var. Amma nəcür olub onların 5 kanaldan altına pul alırlar. Nəcür olub İngilisdə ildə 150 pond bunlardan pul alırlar. Nəcür olub bunlar bir faslara bir belə ürək yandırırlar. 260 kanalı farsi zəban. Hamısı da ictimai fəaliyyət eləyirlər fərhəngi. Bunlar nə eləyirlər? İstəyir bizi yoldan çıxada. İstəyir mənim qızımı yoldan çıxada. Sizin nənələrin övün yıxa, kişilərlə işi yoxdur baba. Kişi bir qarə dənzində canlıqda. Sənin vəzifə sübh gedib axşam çörək gətirmək darvad uşağa. O nənədir uşağı böyüdən, nənədir uşağı tərbət eləyən. Robert, Merdaş, hala ya Mordaş ya hər zəhrim var. Bəzi adları cabica deyəndə, haca Mordaş dərdi Merdaşıdır. Hər itidir, biləxərə bunu deyib da. Reisi, şəbəkəyi Farsivan. Hala Robert Mordaçıdır ya Merdaçıdır ya Mərdəçidir, hər nə məneydi. Biləxərə bizə mühüm də, vəli bu vaxtı danışır mücriylə. Mücriyə deyir, 10 il bundan qabaq mən bir iş görəcəyəm. Mərdan İrani. Əlan görürsünüz ha bula xiyavanda. Mərdan İrani yapışacaq xanımının əlindən, namusunun əlindən gətirib xiyavanlardan mitinci verib, nümayiş verib, hamiyamını görsədəcək. Mücri deyir, mən inanmıram, bunlar Hüseynçidirlər, bunlar qeyrətlidirlər. Bunları eləmək olar, məcə namuslana, bunları baxmaq olar, məcər bu iş görər, namusun gətirə mərdimin gözün qabanda nümayiş verir. Buna bax, deyir mən bunlara siyasət qurbağı istifadə eləyəcəm. Ha, siyasət qurbağı nə mənədir? Fransəllər qurbağa yiyərlər. Qurbağanı diri-diri yiyərlər. Munta diri-diri atarlar, suda pişirib yiyərlər. Amma diri-diri qurbağanı son qəynər, sonra qışqırar apılar çölə da. Çünki qışları itidir, vurar,
bir pəriş gedər çölə. Neynərlə bərən ki, bu qurbağalar şuluq eləməyərlər, hay salmayarlar, qışqırmayarlar, doldurarlar bir qazan sərin su altın yavaşca roşan elərlər. Su yavaş-yavaş qızar, bunlar eşq elərlər. Bir gün toyda müxtəlit oynarlar, bir gün şərab içərlər, bir gün ərbədə çəkərlər, bir-birinin namusuna baxarlar. Day bilmirlər, su qızır yavaş-yavaş, bunlar canın əlindən alacaq. Yetirdi ki, dərəcəyə sədə coşdu, onda bilərlər başlarına nə külələnib də heç biri çıxanmaz eşiyə. Ki, əlan dəqiqən həmundur. Həmundur. Vaxtı gəlir bu işi görür. Niyə gərək bu işi görür? Niyə belə pul xərclənə? Odur. Xanım Fatimə Zəhra səndən mənə olqudu, İmam-ı Zamana olqudu. Bərayin ki, ibadət Xanım Fatimə Zəhra olqudu hamılarımıza. İbadət, hani bizim ibadətlərimiz? Suriye'nin çöllerinde namazı cemaat kılırdı Serdar. Tərəfə burada nahar çağı düşübdü xətmi məclisən azan deyir, millete deyirsən durun namaz kılın, adamı yamanlayırlar. Serdar Suriye'nin çöllerinde ziri raketler, güllələr namaz cemaat kılırdı. Burada fərşin üstünde çay qabağında deyirsən dur namaz cemaat kıl, adam az qaldı. Nə ki var yamanı diye. Sənə kim deyir durasan namaza? Sənə nə rəbti var? Bu adam eləyə bilər. Vaxtı bir dənə nənə yoldan çıxdı. Hənuz bilinmir bu nəkarədir, kiminlə iltibatdadır, kiminlə danışır, kiminlə rəftamədi var. Ərinə min cürə yalan deyir, çıxır eşi. Aya bu Sərdar Süleymanı doğa bilər. Aya bu Sərdar Süleymanı böyüdə bilər. Sərdar Süleymanını böyütməyə Pakistanən nə istər? Ümmülbənin nə istər? Əbəlfəzlər gələ meydanı Kərbəlaya. Ta Ümmülbənin olmasa Əbəlfəz gələnməz meydana. Çünki nənə müstəqimən uşağın tərbiyyətində dəxildir. Əmir el-Muvni Ali ibn Əbi Talib vaxtı danışır qardaşı əqilinə nə mənə buyurur? Buyurur dadaş əqil, mənə bir dənə qoxmayan xanəvadədən xanım intiqab eləyəcəksən. O xanım həm pakdaməndir, həm nətərsidir. İstəyirəm ondan bir dənə oğlum ola, benamı Əbəlfəz Kərbəlada balam Hüseyndən himayət eləyər. Axır ola şəhid da. O qədər oğullar vardı. Sərdar Süleyman'dan az nəzəri vəzni ağırdılar. Öldülər, kətdilər də bilmədi. Kətdilər bir həftədən sonra ölüb binayı olur. Tamam. Niyə? Çünki Allah ilə özünün arasında rabitəsi xoş dəyərdi. Çox məsul vardı. Getdi, axırda pəncər oldu qayıtdı yerə. Getdi. Allah bulutdan dubara qayıtdı kəlləsi üstə. Niyə? Çünki Allahla rabitəni qayıtsilədi. Amma Sərdar Süleymanı qayıtsiləmədi rabitəsin. Xanəvadəsinə baxsan, görsən işləyib xanəvadənin üstündə. Zəhmət çəkib xanəvadəsini. Xanəvadəsinə candan maya qoyubdu. Xanəvadə düz oldu. Özün düz oldun olacaq zindəgi Fatimi. Ondan sonra şəhid olacaqsan ruhiyyə şəhadət tələbini Sərdar Süleymanı belə ucatdı, şarjın apardı sədəki. Ələn tamam cavanlar aşıqı şəhadətdirlər. Şəhidəməcə nə verəcəklər? Peygamber Xuda vurdular şəhid endallah setto xesal. Allah şəhide 6'dan imtiyaz verib. Yoğferu lahu fi evveli vəq'ə. Əvvəlin qətrə qanı ki töküldü kərbiyi çölə, yeri Allah tamam günahların bağışlar. Və yara məqadahu fil cənnə. Behişdə yerin görsədərlər. Yucaru min azabil qəbr. Əzab-ı qəbridən bu adam əmandadır. Və yəmənu min fəzəil əkbər. Ruzi qiyamət hamı bir-birindən qaçacaqlar. Yevmə yəfirrul mər' min əxih və ummihi və əbih və sahibətihi və bəni. O aşıqı məşuq. Dünyada bilirsiniz daha birdən Leyli Məcnun olublar, əfsani eşq aşıq. Fərhad-ı Şirin olublar. Məsələn, əfsani eşq. Niyə bunlar olublar əfsanə? Çünki bir-birinə yetişməyiblər. Bir-birinə yetişənməyiblər olublar əfsanə. Yetişsəydi nə olacaqdı? Bir aydan sonra baş yolduya qalxacaq. Vuracağı əncəylə, nə mənə Leyli uzan deyir. Çünki niyə çatmayıb, olublar aşıq. Qiyamət. Və yərəh məqədəhu fil cənnə və yucaru min əzabil qəbr və yəmənu min fəzəil əkbər. Ruzi qiyamət ki, hamı bir-birindən qaçacaqlar, onda şəhidin xiyalı rahatdir. Və yudən və lə rəsihi tacul viqar. Ruzi qiyamət başına bir tac yaz viqar qoyacaq şəhid. Əl-yaqutuhu minha xeyrun minəd dünya və ma fiha. Bir dənə yaqutu o tac dünya ilə bərabərdir. Və yəşfəu fi 70 əqrəbu. 70,000 nəfər eləyə bilər, şəfaət eləyə. İmam-ı Seyyid-ü Sacidin
Buyurdu, ma min qatretin əhabbə iləllahi əzzə və cəl min qatretin. İki qətrə Allah yanında çox əhəmiyyətdir, çox ərzişlidir. Allah xəridardır bu iki qətrəyə. Varındır cəqabağa. Burada əvvəli qatrətu dəmin fi səbilillah. Əvvəlin o qətrəyi xundur ki, Allah yolunda tökülə. Allah yolunda, din yolunda varındır cəqabağa. Bismillah. Buna Allah talibdir bu qətrəyə. Və qatrətu dəm'atin fi savadilləyl. Gecərin qaranlığında dur ayağa, üzüyü qoy torpağa, denə ay Sərdar Süleymanını ucaldan Allah. Ay bir dənə kənd uşağın elə oğuca yetirib 7 milyon fəqət Tehranda təş cənazəsi var. Şirmanda 50 yuxarı cəmiyyət bunun təş cənazəsində əyaqatda qaldılar. Ay bir dənə kənd uşağın belə ucaldan Allah. Ay o peyğəmbəri ki Ərəbistanın çöllərindən ucatdın elədin Xatəmül Ənbiya. Ay Yusifi Misrəhlinə sultan edən Allah. Ey atəşin Nəmrudu Gülüstan edən Allah. Allah mənim də əlimdən yapış. Səni andı verirəm xanımın o sınan qabırqalarını. Düşmən çoxdur. Yıxılandan sonra gülən çoxdur. Buyurur gecənin aləmi üzü qoy torpağa. Allah onunla danış. Söhbət edir. Olgu budur. O qət pullular görmüşük, o qət pullular görmüşük. Öləndə corablarını da çıxadıblar üzüklərində. Heç də qoymayıblar əlində qal. Nə mənə var idi qaldı bu dünyada əli boş getdi. Kəfənin cibi yoxdur mənim ağam. İnsan bir pors qəza yeyə bilər. Pənir çörək də yesə, hulqumdan rədd oldu, qutuldu. Çilo bərci də yesə, qutuldu. Da məzəsini qaytarıb da baxa bilməz. Pəs bundan ötü məlum də biz niyə bir-birimizə başımıza büt qoyaq? Xob, məhəbbət buyurun, ağalıq eləyin. Həzrət Ay Rızai Əziz, İmam Cüm'e-i Məhbubi, Mehri Şər ki, cələsəmizi zinətbəxş məhfil məclisimun şudən, تمامی مهمانان ارزشمند محفلمون مادهین ذاکرین şuara cavandan banvan muhteremi minəl babil əl mihrab hamımızın əlizi öpürəm hacaya xeyri məqdəm ərz edirəm Allah inşallah xanım Zəhradən bizi kənara salmasın inşallah mücəddəd tamam ölənlərimizin ruhi ilə Sərdar-ı Delha Sepəhbod Sərdar Şəhid Süleymani və Həmrəzman bu əzizimizi yad eləyin dəstəqoli az tərəfi cavanان مهرشهر به روح مطهر سردار سلیمانی şərti budur ki səndə bir əvəl fəzli salavat xətm elə. Pəs Allah müteal şəhidə bir imtiyaz verir. Şəhidin cənazəsi də əlavə bər o bir cənazələr mütəhərtər olur. Ələn sən bir dənə əllamə edər, yorgan döşəkdə ölə, əllamə edər, yorgan döşəkdə ölə. Vacibdir ona kəfən eləyələ, vacibdir ona qusl eləyələ. Onun qəbləz quslu bir nəfər əlin vursa, quslu məsimi git gələr boynun. Amma şəhiddə nə mənə? Şəhidə quslu lazım də, qanı ilə qusl eləyib tamam. Pəs İmam Hüseynə niyaz də deyə quslu olmadı. Çünki niyazdır. Şəhidə qusl eləməz. Şəhid öz qanı ilə quslu olundu da. Şəhidi kəfən eləməz, o qanlı libasları ilə qoyarlar torpağın altına. Qiyamətdə elə o qanlı köynəklə çıxa. Dura Allah məhzərində deyə, Xudaya mən neynəmişdim? Mən coz əmniyyəti məntəqə ayrı bir zad istəyirdim. Mənim balalarımın gözü yolda idi. Mən bir qurbət keşvərdə idim. Məni səhər-səhər naqafıl, ağa şəhadət Sərdar Süleymanı şəbih bir şəhadət Əmirəl-Möminindir. Ru der meydanı cəng, məgər kesi urzəsi var idi dayana əlinin qabağında. Amma bəttərin insanlar gecənin aləmi Əmirəl-Möminini mehrab ibadətdə terror elədi. Mındartərin adamlar Sərdar Süleymanını vurdular. Ləcəntərin və qorxaqtərin, tərsutərin adamlar. Ki pəhbatları ilə gələlər, 5 kilo kolahə ki həstəyi həmlə eləyirdi. Ki vura dağıda cənazəsin qol bir tərəfə, qış bir tərəfə. Amma həmin bu dağılan bədən bir iş gördü, hamı yığıldılar bir yerə. Necə İmam Hüseyin bir iş gördü, aləm hamı dedilər, ləbbeyk ya Hüseyin. Sərdar Süleymanı da elə ərbabı Seyyid-i Şəhədanın yolun gedir. O deyir, Xatəmül Ənbiya Muhammed Mustafa sallallahu aleyhi ve sellem. Buyurur, enne fawqa kulli birrin birrun. Tamamı yaxçılıqların üstüne bir yaxçılık. Ha, yaxçı ol sen. Lazım da bir Suriyeci. Bizi şaparan yok da lan Suriye. Biz fermandayız da deyirik. İşte Nilü Sipah Kutsu da deyirik. Tamam Eliye. Herkes olduğu yerde. Ben bir tane ruhaniyem.
Nə cür yaxçı ola bilirəm? Bismillah çırmalan da, startın vur. Sən bir dənə oğulsan. Bismillah. Dədəylə nə cür danışacaqsan, nənəylə nə cür danışacaqsan, dostunla nə cür bərxord, nə cür özü günahdan saxlayacaqsan. Bismillah startın vur, başla da. Hər kəs öz yerində startın vursun. Qərar der biz hamımız tökülək gedə Amerikada. Şayad işte ilələbət zəng olmadı. Vəli bizə Sərdar Süleymanı bir dənə olqudu. Xanım Fatimə Zəhra olqudu, İmam Zaman olqudu. Deyir ağa yaxçı ol ba. Yaxçı ol, öləndə qoy hamı başına döysün, ağlasın. روزی که برآمدی به دنیا عریان مردم همه خندان تو بودی گریان کاری بکنی دوست که هنگام سفر مردم همه گریان تو باشی خندان. Elə Sərdar Süleymanı dedi cəmaat ağladı. Amma onun ruhu uçdu getdi Oğuz Əlaya. Niyə? Çünki dünyada nə təəllüqat dünyası vardı, nə ansına kərxanaları vardı, nə pulları vardı. Sadə bir babanın biri. Yoldaşlarının biri tərifləyir, deyirdi, vallahi hərdən mənə deyərdi, zindəcanlığımı dolandıramıram da, kəm gətirəm, aldığım hüquq kifayət eləmir. Sərdar, sənin əlində pul yoxdur, beytülmaldır. Bunlar amuzişlidir, Məktəb Əli ibn Əbi Talibdirlər, bunlar soğurmazlar ki, güvə. Bunlar xalqın pulundan müvazib, necə canımızdan müvazibidirlər, necə namusumuzdan müvazibidirlər, necə əmniyyətimizə baha verirlər, pulumuza da o cür baha verirdilər. Bir dənə də hədis oxuyuram, şəhid vala məqam ki, şəhadəti görə şəhadət nədir? Və hər gün arzu elə namazından sonra annu qoy səcdiyə, denə xudaya mənə ruzi elə şəhadət der rah xuda. Allah da şəhadət sənə qismət elər. Şəhadətin savabına yetişərsən. İstədiyin adam çatar da. Xasdən təvan istənir. Adam istəsə çatar. Çox zada nəcüm maşın alam, biz maşın ala bilərdik. Yığdıq yavaş-yavaş pullarımızı həyət aldıq, maşın aldıq. Dünyamız oldu, villamız oldu. Pəs adam istəsə olar, ahirət də ilə bu cürdür. Ahirətdə birdən almaq olmaz, yavaş-yavaş. Hal taparsan namazda, ibadətdə, ləzzət apararsan, yaxçılıqdan kef elərsən, minnət vurmasan, kef elərsən. Yaxçılıq elədin, kef elə. Özü ilə Allahın arasında, heç kəs bilməz. Sərdar Süleymanını gərək cəlləsələrdə axtarıb tapıydın, harada oturubdu. Amma bir iddə var, gələr düz oturar durbinin qabanda, qay durbinidir. Birdən göy qoy məni desin də mən də orada varıdım. Riya, Allahın durbinləri götürür. Allahın durbinləri, sən yaxçı ol, sən xalis ol, Allah səni ucaldacaq. Ta inşallah biləxərə məddahımız da oxuyacaqlar, əz nəfəsi gərmi. Həzrət Ustad, Hacı Nadiray Cəvadi əzizəm, Hacı Hüseyni də oxuyacaqlar, bəli. Hacı Meyraca inşallah, əz nəfəsi gəlmə bu kimətdah, əziz sabahlarımda inşallah, varıq xidmətlər üzdə, inşallah bu insicamla, bu şuur-i Hüseyni və şuur-i Hüseyni alıq elib, məhəbbət elib, bir eşqi xanım Fatimə Zəhra gözəl huzur tapıbsınız. Allah inşallah sizin bu qədəmlərinizi Kərbəla-i Müəllaya zəvvar eləsin ki, nə sabah bəhsimizin idaməsi var inşallah. Məhəbbət buyurun xanım Zəhranın ruhu pakinə bir nuranı səlavat xətm eləyir. Tamam. Yok, hele bu işareliyim Rozi'ye. Sonra. Yas ben niye böyle eləysən? Baba. Dedim yani mərhələsi tamam da. Mərhələ gedirik baba. Xoş inşallah əyyam-ı şəhadət-i Siddiqə Kubra Həzrət Zəhra salamullah əleyha. O qədər məddah olan yerdə biz özümüz dərzəndam eləmirik ki, adam öz vəzifəsini gərək bilə və burada Hacı Nadiray Cəvadi əyləşib, hamı da müştaqanə, o kişinin səsinə aşiqdirlər və qonaqları mən qapıda gördüm ki, Zəncandan təşrif gətirmişlər, uzaq yollardan, Tehran özündən, Caddə-Savədən ki, gəliblər burada, biləxərə Hacının nəfəsindən, səsindən, elə bu cəlləsədən feyz alırlar, həmin ki, huzur tapaq. İmam Zaman yapışa əlimizdən. Nənə yasında oğul gələr dayanar qapağızında da. Hətmən bu günlər İmam Zamanın qəlbi sınıqtərdir. Çünki həm nənəsinin məzlumiyyəti yadına düşür. O nəni ki, vilayətə xatir 18 sinni var, töküldülə qapıya. Nəyə gəliblər? Deyirlər, çünki Əli beyət eləmir xəlifə əvvəlindən. Xanım buyurdu, əmoğlu sən rəhbərsən. Sən vəli-i əmrsən, sən otur orada, Zəhra sənin sərbazındır, gəlsi başından sərbazların dağılıb. Xiyanət elədilər, Bəni Haşim xiyanət elədi Əmirəl-Möminin.
Bəni Haşim az dərdi, hudud 500 nəfər adamıdırlar. Heç biri gəlmədi qapıya. Əgər onlar tökülsəydi, niyə Əmir el-Möminin ağlayırdı? Burada kaş əmim Həmzə qalaydı. Kaş qardaşım Cəfər olaydı. Əgər mənim qapımı bir nəfər yandıra bilərdi, amma neynim onlar yoxdur. Qeyrətli adam ilə axtararlar da. Necə Rüqəyyə əllərin qoyurdu başına, səslənirdi. Ya əmmiyəl Əbbas, əmi, gör nə hal deyir. Qeyrətli adam axtararlar. Sərdar Süleymanın vücudu hamımıza iftixardır. Deyirdi, bu var ilə məmləkət əmniyyətdədir. Bu da İranın pərçəmdarıydı da. Biləxərə var, insan gərək vilayətindən himayət eləyir. Xanım Zəhra bir dənə xanımdır. Gəldi qapıya buyurdu, çıxın gedin. Amma oğlumla işiniz olmasın. Mənim babam təzə dünyadan gedib. Dədə söylən qızı narahat eləməzlər. Qəlbin sındırmazlar. Məxsusən o qız ki ola Peyğəmbərin qızı. O qız ki ola Zəhra-i Mərzi, Həsən Hüseynin nənəsi. Dedilər, qapını açmasız yandıracaq. Xanım bavər eləmədi, dedi, bunlar qapı yandırmazlar. Bunlar mələikə bu, qapıdan gəl gedilərdilər. Bura vurudu mələikə idi. Vaxtı Peyğəmbər can verəndə gördü bir ərəb qapını çalır. Xanım gəldi, kimsən ərəb? Hərz elədi mənəm. Peyğəmbərdən sualım var, ərəbəm, sailəm. Buyurdu, babamın halı müsaitdə, get sonra gələrsən. Birazdan sonra gəldi, qapı çaldı. Ərəbəm gəlmişəm, xanım burada məcə demirəm, halı yoxdur Peyğəmbər. Peyğəmbər çağırdı Zəhra, bilirsən o kimdir? O Əzraildir, o heç qapıdan icazə almaz. Səni o qədər ehtiram qaildir. Səni o qədər sövür. Səni o qədər istəyir. Ona görə. Mən ölüm bir dənə qızınız ola, 2 rəkat namaz qılanda müşkülləriniz həll ola, bir onu vursa nə hala qalarsınız. Bir naz qızınız ola, bir ədəbli qızınız ola, bir dədiyə ehtiram eləyən qızınız ola. Bir qızı ki Allah onu sizə tapşıra, deyə du əyağına əlindən öp, bas bağrı vadinə fədaha əbuha. Xanım deyərdi, baba ya Rəsulallah, xanıma buyurardı Peyğəmbər, mənə demə Rəsulullah, mənə denə baba. Elə söyləm, amma xanım 3 seri bir yerdə dedi baba, o da dər o divar arasında qalan dedi, 3 seri çağırdı, ay baba, gör nə rəftar elədilər məndən, ay baba, gör nə hala qaldım. Gözəl amadə olubsun, mən insaf dərsin bu halınızı bəhəm vuram. Muntaha xanımın adı ilə, tamam mərizlərimizə büyün buradan bir, İnşallah bir şəfayı alaq, tamam bərat Kərbəlanı buradan alaq gedə, nabudi düşmənlərimizi alaq gedə. Çinliyə Əmir el-Möminin əməliyyatlarında fəqət Ya Zəhra buyurardı, Ya Zəhra mənim şuarım Ya Zəhradır. O gündə gördünüz ki, Sərdar Süleymanın intiqamı Ya Zəhra şuarı ilə aldılar. İnşallah biz də elə burada nə mənə girdə qalanda yapışar xanım Fatimə Zəhranın əlindən. İndi hər yerdəsən, əlvi atda məni xunin xanım Fatimə Zəhraya, xanımın adı ilə nə mənə dərdim var, özündən bir istə başıvad olandan. Ya Zəhra, Ya Zəhra, hər yerdəsən uca, Ya Zəhra, əlvi gətib beyət elə xanımla, gərç orada adamları yox idi, Ya Zəhra. İnşallah Mədinədə uca, Ya